Ulduzların müharibəsindən Lükün Allahı. Allahın simasız güc olması haqqında uydurma. Qum insanlardan xilas olan Luke Skywalker Tatooine planetində Spartalı Obi-Wan Kenobi'nin iqamətgahına düşür. Luke aydınlaşdırır ki, Obi-Wan bir vaxtlar maşın müharibəsində atası ilə birgə mübarizə aparmış həmin Jedi cəngavəridir. Obi-Wan bir vaxtlar Luke'un atasına məxsus olan işıq qılıncını ona verir və söhbət əsnasında sirli güc sözünü xatırladır. Güc, deyə Luke soruşur. Obi-Wan ona belə cavab verir. Bilirsən, güc elə bir şeydir ki, Jedi'lara hakimiyyət verir. Bu, bütün canlı varlıqları yaradan energetik sahədir. Bu bütünlükdə bizi əhatə edir. Hətta daxilimizdə belə yerləşir. Bütün qalaktika məhz bu gücün sayəsində saxlanılır. Ulduzların Müharibəsi filminin qeyri-adi seriallarında da bu işin gündəlik ideyasının oxşarlığından bəhs olunur. Allahın hansısa güc olması fikrini bir çoxları dəstəkləyir. Belələri üçün Allah kainatı sirli şəkildə düzüb quran və onu idarə edən simasız və şəkilsiz halda olan enerjidir. Lakin bu mövcud olan uydurmalardan daha birisidir. Əlbəttə, Allah hər yerdə mövcud olan və kainatı idarə edəndir. Onun hüzuru hər yerdədir. Axı o ruhdur. Lakin bu o demək deyil ki, o hansısa bir sirli güc, harada isə mövcud olan hiss edilməyən enerjidir. O nə isə müəyyən olunmayan deyil. Allah necə səslənməsindən asılı olmayaraq şəxsiyyətdir. Məni sevəni mən sevirəm, Allah deyir. Məni axtaran tapır. Süleymanın məsəlləri 8-ci fəsil 17-ci ayə. Fikir verin. Allah şəxs əvəzliyindən istifadə etməklə özü haqda nə deyir? Məni, mən, mənə. Bu hansısa kosmik enerjiyə bənzəyirmi? Müəyyən edilməmiş hansısa simasız güclə əlaqəsi olmayan Allah, müqəddəs kitabda özünü bizə İbrahimin Allahı, İsaqın Allahı, Yaqubun Allahı kimi təqdim edir. Çıxış 3-cü fəsil 15-ci ayə. O öz adını Musaya açıqlayır. Özünü yeniyetmə Şamuyala göstərir. Yeşaya ilə məbəddə danışır. O Yeremiyaya üst tutub deyir. Mən sənə ananın bətnində surət verməzdən əvvəl tanıdım. Yeremiya 1-ci fəsil 5-ci ayə. Həvvari Paul onu mənim Allahım, Padşah Davud isə yetimlərin atası, dulların himayədarı adlandırır. Eləcə də bütün məsihçilər oğulluq ruhunu alıblar. Buna görə də Allaha Abba, ata deyə nida edə bilirlər. Romalılara 8-ci fəsil 15-ci ayə. Allah həqiqi Allahdır. O səninlə şəxsən maraqlanır. O sənin adını da bilir. Budur, o xalqına nida edir. Mən sənin adını ovucularımda həkk etmişəm. Yeşaya 49-cu fəsil 16-cı ayə. Həvari Peter deyir ki, o sizin qayğınıza qalır. 1-ci Peter 5-ci fəsil 7-ci ayə. İsa deyir ki, sizin başınızdakı saçlar belə sayılıb. Matta 10-cu fəsil 30-cu ayə. Allah vəd verib. Siz məni çağıracaqsınız. Gəlib mənə dua edəcəksiniz. Mən də sizi eşidəcəyəm.
Məni axtaracaqsınız. Əgər bütün qəlbinizlə axtarsanız tapacaqsınız. Yeremiya 29-cu fəsil 12-ci 13-cü ayələr. Allah şəxsən bu vədi sənə verib. Özün əmin ol. Bu tapşırıq Allahın simasız güc olması haqqında uydurmanın cəfəngiliyinə əmin olmağınıza kömək edəcək. Bu fəslin sonunda verilmiş Yeremiya Peyğəmbərin kitabından 29-cu fəslin 12-ci və 13-cü ayələrini oxuyun. Bu ayələrdəki bütün şəxs əvəzliklərini seçib ayırın. Siz, məni, mənə, mən, sizi və s. Yeremiya Peyğəmbərin kitabından bu fəsildə sitat gətirilən parçanı tap. Yeremiya 1-ci fəsil 5-ci ayə. Bu kiçik sitatda yer alan şəxs əvəzliyinin altından xətt çəkin. Musanın 2-ci kitabından Musa ilə Allahın görüşməsini oxu. Çıxış 3-cü fəsil 1-ci 15-ci ayələr. 6-cı ayədə Allah özünü Musaya necə təqdim edir? 14-cü ayədə o özünü necə adlandırır? Bu ayələrdə Allah neçə dəfə mən şəxs əvəzliyini işlədir?